Hər birinizi salamlayıram. Mən Kəmalə Poladova və növbəti videomda sizləri görməyə çox şadam. Bu videoları çəkməkdə məqsədimiz sizin maariflənmənizdir. Mən istəyirəm ki, siz artıq başa düşəsiniz ki, sizin həyatınızda hansı problemlər var və ümumiyyətlə bu problemin mövcud olduğunu, var olduğunu qəbul eləyəsiniz ki, daha sonra necə bir yol alacağınıza özünüz artıq qərar verəsiniz. Bugünkü mövzumuz mənim də ən yaralı yerim olduğuna görə özümə də aid olan bir mövzudur. Ana mövzusudur. Ümumiyyətlə ana və qız mövzusu ən çətin münasibətlərdən sayılır. Hətta ana-oğul, ata-oğul, ata-qız münasibəti bu qədər çətin deyil. Hətta gəlin-qaynana münasibəti bu qədər çətin deyil. Nə qədər ki, ana-qız münasibəti bu qədər dərin və işlənməli olan mövzulardan biridir. Hər birimizin anası, bilirəm ki, biz hər birinizin içindən daxil həyatımızda müəyyən bir izlər buraxıb. Kimdəsə bu pozitiv ola bilər, kimdəsə bu neqativ ola bilər. Və nəzərə alın ki, ana bizim ən birinci karmik münasibətlərimizdir. Yəni münasibətlərindən biri deyil, münasibətlərimizdir. Yəni biz anamızla münasibətimizi düzəltməliyik ilk öncə ki, sonra dünya ilə münasibətimizi düzəldək. Çünki bizim anamıza olan hisslər necədirsə, bizim ətrafa da, dünyaya da olan münasibətimiz eyni ilə o cürdür. Əgər biz anamıza qarşı kin, nifrət, kədər hissləri varsa, yəni mövcuddursa, artıq dünyaya da qarşı bu cür hisslərlə yanaşırıq. Yəni həyatı da istəmirik, həyatda nəsə eləmək istəmirik və yaxud da həvəsimiz olmur. Yəni bu kimi şeylər. Və ana faktoru çox önəmlidir. Sizin ananız narsis ola bilər, sizin ananız sizi tərk eləyə bilər. Ən pis gününüzdə belə sizin ananız sizin yanınızda olmaya bilər. Bunlar hamısı var və görmüşük və insanlar da bundan çox əziyyət çəkirlər. Amma bizim işimiz, məhz bu videonun məqsədi odur ki, siz ananızı olduğu kimi qəbul eləyəsiniz. Ananızın səhvləri ilə və düzləri ilə olduğu kimi qəbul etməyi bacarasınız. Bunun üçün də mən bu videoda sizə bəzi misallar gətirəcəm, bəzi açıqlamalar gətirəcəm və əminəm ki, bu açıqlamalardan sonra sizin ürəyinizdə əgər hər hansı bir kin varsa belə, o belə yumuşalacaq. Çünki ana, ata müqəddəs varlıqlardır həqiqətən və biz onlara hər zaman onları olduğu kimi qəbul etməliyik. Onları olduğu kimi qəbul etdikdən sonra həyatın bütün qapıları bizə açılmağa başlayacaq. Öncə demək istəyirəm ki, bizim 31 avqust, 1 sentyabr tarixində 2 günlük nəsil şəfalanması, dua ilə həyatını dəyiş adlı təlimimiz olacaq. Təlimdə sizə 40 günlük nəsil şəfalanması üçün bir düstur veriləcək, iş dəftəri veriləcək, əlavə 5 kodlama veriləcək və ata-ana kopyalanmasında işləyəcək. Yəni ata və anaya olan küskünlüklər, sıxıntılar, narahatlıqlar hamısı inşallah Allahın izni ilə bu təlimdə yox olacaq. Sizin hər birinizi gözləyirəm. Yazılmaq üçün də aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Keçək biz mövzumuza. Mən indi hal-hazırda bir neçə ana psixologiyasına aid bir vəziyyətləri deyəcəm və siz o vəziyyətlərdə öz ananızı tanıyacaqsınız bəlkə də və deyəcəksiniz ki, bəli, mənim anam belədir və mən buna görə bu həyatı hal-hazırda yaşayıram. Birinci ana tipi infantil ana tipidir. Bu nə deməkdir? Ana özünü bu həyata tapmayıb. Ana ata ilə xoşbəxt deyil və yaxud da həyatında bəlkə başqa biri varsa, onunla xoşbəxt deyil. Şiddət görür evdə, saymamazlıq görür və yaxud da qaynana tərəfindən əzilir. Atanız tərəfindən təhqir olunur, xəyanət olunur və s. Və bütün bu yükü sizə ötürür. Və siz artıq uşaqlıqdan düşünürsünüz ki, mən anamı necə xilas edeyim bu vəziyyətdən? Mən necə edim ki, o xoşbəxt olsun? Mən necə edim ki, o rahat olsun? Mən necə edim ki, onun üzü gülsün? Və təcrübə də göstərir ki, biz analarımızdan daha az gücə sahib olduğumuza görə, çünki o bizim anamızdır, burada iyerarxiya qanunu var və analar daha çox güclüdürlər, bəzən gücsüz görünsələr belə, bizim onu tam xoşbəxt etməyimizə yəni gücümüz çatmır.
Mən burada bir özüm haqqında misal gətirmək istəyirəm. Mənim 25 yaşım var idi və mən bilirsiniz ki, bu yola 27-28 yaşımdan gəlməyə başladım. İndi hal-hazırda 36 yaşım var və mən 25 yaşım var idi. Hətta yox, 23 yaşım var idi. Və mən həyatımı biraz negativ döngülərdən birini yaşayırdım. Çünki mənim psixoloji vəziyyətim çox da yaxşı bir şey deyildi. Mən daim depressiyadaydım, panik atakdaydım və s. Yəni mən daim negativdə yaşayan bir insan olmuşam. Və günün bir günü anam mənə yaxınlaşdı və dedi ki, görürəm nəsə pissən, hə, özünü pis hiss eləyirsən. Dedim, hə. Dedi, mən sənə bilirəm ki, sən nə edə bilərsən ki, yaxşı olasan, həyatda uğur qazanasan. Və mənim gözlərim həqiqətən işıldadı. Mən dedim ki, nə eləyim? Yəni necə mən bu məsələni çözə bilərəm? Mənə dedi ki, sən 3 dəfə məni xoşbəxt eləməlisən. Düşünün, yəni mənim 23 yaşım var, depressiyada olan bir insanam və mənə deyir ki, sən 3 dəfə məni xoşbəxt eləməlisən. Dedim, nə eləyə bilərəm? Bəlkə yaxşı işə düzələ bilərəm, bəlkə nə bilim ingilis dilimi daha çox qaldıra bilərəm, bəlkə gedib ispan dilini öyrənə bilərəm və s. Təkliflər verirəm ona və heç biri ilə razı deyil. Deyir ki, mən onu özüm hiss eləyəcəm. Bu artıq manipulyasiyanın bir növüdür. Mən onu hiss eləməyənə qədər sən də belə hələ ki rahatlığa çıxa bilməyəcəksən. Və mən əlbəttə ki, üstündən bir müddət keçdi. Mən nə bilim, işdə bir uğur qazandım, ailə həyatı qurdum, uşaq oldu və s. Və mən günün birində dedim ki, mama, burada hər hansı bir vəziyyətdə mən səni xoşbəxt eləyə bildim ki, deyir, nə bilim, belə də. Və mən oturdum, bu söz məni həqiqətən də çöküntüyə saldı. Mən düşdüm və mən bir günahkarlıq hissi yarandı məndə ki, mən anamı xoşbəxt eləyə bilmirəmsə, onda mənim yaşama səbəbim nədir? Deməli, mən bu həyatda uğur qazana bilməyəcəm, deməli, mən irəli gedə bilməyəcəm, deməli, ümumiyyətlə, heç bir şeyə nail ola bilməyəcəm. Bəlkə də heç Allahın sevimli bəndəsi belə ola bilməyəcəm, çünki mən öz doğma anamı xoşbəxt eləyə bilmirəm. Və sonra artıq 27-28 yaşıma gəldikdə, artıq bu elmlərə gəldikdə, özümü tanımağa başladıqda başa düşdüm ki, burada əslində mama özü mən nə etsəydim də həmin moment tam olaraq xoşbəxt olmayacaqdı. Çünki onun da mənfi kodları var, mənfi travmaları var, inancları var və o sadəcə həqiqətən də bu həyatda xoşbəxt olmaq, rahatlığı tapmaq istəyirdi deyənə o hissi belə mənə yükləmişdi. Ki, bunun məsuliyyəti sənin üzərindədir, sən mənə eləməlisən. Çünki analar bütün negativ hisslərini daha çox övladlarına ötürməyi bacarırlar və xoşlayırlar bunu. Çünki övladı onlar dünyaya gətiriblər və onunla manipulyasiya eləmək çox rahat və asandır. Yəni orada çətin heç nə yoxdur. Elə qız uşaqları əgər bu tipdə, belə deyim də, ananı uşaqlıqda daima mən ona yaxşı olum, mən ona kömək eləyim, mən onu bu vəziyyətdən çıxardım kimi bir fikirdə yaşayıblarsa, onlar böyüyüb artıq münasibətdə xilas edici bir rol oynayırlar. Bu nə deməkdir? Onların qabağına narkoman, qumarbaz və yaxud da alkoqolik, işsiz, iş tapmayan, uğursuz bir kişi bir tipajı çıxır ki, o daim həmin qız bütün məsuliyyəti öz üzərinə alır və bütün məsuliyyəti öz üzərinə aldıqdan sonra başlayır xilas edici bir rol oynamağa. Yəni daima gedir münasibətdə onu nə bilim narkotikdən xilas eləyir, alkoqoldan xilas eləyir və yaxud da hər hansı bir borclarını başlayır üstələməyə, kömək eləməyə, tək ki onu da eləyim, bunu eləyim, qaynana qaynataya başlayır hər cürə yaxşılıq eləməyə, aşırı dərəcədə fədakarlığa keçir və daha sonra o fədakarlığın və etdiyi yaxşılıqların heç bir qarşılığını görmür. Və qarşılığını görmədikdə də sınır. Və eyni kodu da, eyni frekansı da ötürür öz övladlarına və eyni öz anası ilə yaşadığı münasibəti övladları ilə yaşamağa başlayır. Ta ki, fərqindəlik açılıb, mən bunu dəyişmək istəyirəm deyənə qədər. Dostlar, bu kodların hamısını sizdə dəyişmək lazımdır. Əgər hiss edirsiniz ki, bəli, sən danışırsan, mən bu sözlərdə özümü tanıyıram, hiss edirəm. Amma bunu necə dəyişə bilərəm deyirsinizsə, o zaman bizim təlimlərimiz var. Məsəl üçün, bu ayın axırı olacaq təlim sırf bu mövzulardadır ki, ana-ata kopyalanması və ana-ata şəfalanması. Bu aktiv olduqdan sonra siz artıq anadan gələn bütün negativ vəziyyətləri, bütün negativ bu proqramları özünüzdə şəfalandırırsınız. Siz şəfalanırsınız, sizin övladlarınız şəfalanır. Bunu unutmayın. Daha sonra növbəti ana tipindən danışmaq istəyirəm. Qəddar.
Qəddar ana tipi heç vaxt səni tərifləməz. Heç vaxt sənin bacarıqlarını üstələməz. Yəni fokusu həmişə sənin bacarmadıqlarına ötürəcək. Həmişə deyəcək ki, sən məsəl üçün gedib ən yüksək bal toplasan belə, o deyəcək ki, "Filan kəs getdi, daha da yüksək bal topladı." Səni həmişə müqayisə eləyəcək kimlərləsə, və sən həmişə də özünü yetərsiz hiss eləyəcəksən, aşağı hiss eləyəcəksən və düşünəcəksən ki, mən bacarıqsızam ki, bu qədər öyrənməyimə baxmayaraq, mən hələ də nələrsə bacarmamışam, hələ də mən uğur qazana bilməmişəm. Bəlkə də mən 500 bal toplamışamsa, filan kəsin qızı 600 bal toplayıbsa, deməli o məndən ağıllıdır. Bəlkə də mən ağıllı olsaydım, mən də 600 bal toplanardı və bu gəlir çıxardır özgüvənsizliyə. İnsan özgüvənsizdir. Məsəl üçün, gedirsən hər hansı bir işə qəbul olmaq istəyirsən və çox möhtəşəm bir ingilis dilin var, digər dilləri də bilirsən, interneti, kompüteri çox yaxşı istifadə edə bilirsən, amma özünü təqdim edə bilmirsən. İnsanlara özünün yaxşı tərəflərini göstərə bilmirsən və hər zaman orada sənə qıraqdan baxan bir insan, səni işə götürən belə olsa, həmişə sənin zəif tərəfləri və zəif nöqtələri daha çox görəcək. Çünki sən onu ona göstərirsən. Necə özgüvənsizsən, necə öz haqqını tələb edə bilmirsən, necə özünü dəyərsiz hiss eləyirsən. Hətta sənin boğaz çakran belə bağlı olacaq ki, və sən sənə deyilən bir sözü düzgün belə deyim, analiz edib düzgün cavabını verə bilmirsən. Bu cür qızlarımız ailə quranda da yox deməyə bacarmırlar. Yox deyə bilmirlər. Hər zaman istəyirsən ki, sən haqqında yaxşı düşünsünlər. Hər zaman desinlər ki, ay bu nə gözəl insandır, bu nə yaxşı bir insandır və yaxud da birdən səndən kimsə narazı qalar, kimsə deyər ki, sən bu işi yaxşı görmədin və s. Yəni bu kimi inanclar artıq sizin həyatda uğur qazanmağınıza mane olan inanclardır. Yəni insan yox deməyi bir yerə qədər bacarmalıdır. İnsan öz haqqını, öz şəxsi sərhədlərini qorumağa bacarmalıdır və belə ana sahib olan qızlar şəxsi sərhədləri də yoxdur. Yəni sizi təhqir də eləyə bilərlər, sizi alçalda da bilərlər və siz burada analiz etmə yoxdur deyənə, çünki uşaqlıqdan bunu sizə göstərməyiblər. Analiz etmə olmadığına görə sən hal-hazırda başa düşmürsən. Bu bunu düzmü elədi və yaxud da səhvmi elədi və yaxud da sizə artıq əski söz deyəndə və siz öz haqqınıza tələb eləyəndə başlayırsınız özünüzü günahkar hiss eləməyə. Kaş mən ona deməzdim və yaxud da ola bilsin ki, mən yenə səhvəm. Yəni nə olursa olsun həyatınızda siz hər zaman özünüzü səhv bilirsiniz. Növbəti və qeyd edeyim ki, bu cür ana ilə böyüyən xanımlar da qarşında daha sonra narsist abuzer münasibətlərində də şiddət görürlər. Bax, bu da çox önəmlidir. Yəni, narsist abuzer həyat yoldaşınız varsa, birinci ana ilə olan məsələni çözməlisiniz ki, daha sonra yoldaşınızla olan məsələ də çözülsün. Daha sonra soyuq ana. Soyuq ana heç bir halda sizinlə kontakta girmir. Öpmür, qucaqlamır, sizin başınızı sığallamır, qayğınıza qalmır. Və sonra da uşaq bir müddətdən sonra böyüyür, əlbəttə ki, və gəlib, məsəl üçün, ananı öpməyəndə ana başlayır küsməyə, çünki ana da yaşlanır və həmin o öpüşə, qucağa ehtiyacı olur. Və övlad onu verməyəndə də başlayır küsməyə ki, sən mənə diqqət yetirmirsən, sən məni öpmürsən və s. Məhz əgər gözəl analar, siz uşaqlarınızın yaşlı vaxtında sizin öpməsini, qucaqlamağını istəyirsinizsə, o zaman siz də uşaqlıqda onlara bu hissləri verməlisiniz. Məsəl üçün, mən o hissləri çox da görməmişəm özümdə. Yəni, mən biraz sığal çəkməkdir, öpülməkdir, qucaqlamaqdır və yaxud da başa düşülməkdir. Mən biraz bu hisslərdən bəzən uzaq böyümüşəm və ona görə hal-hazırda indi 36 yaşım var. Kimsə mənə çətin günümdə gəlib mənə dəstək olanda və yaxud da deyəndə ki, hər şey yaxşı olacaq, mənə belə qəribə gəlir. Çünki mən o hissi tanımıram. Və mən bunun fərqindəyim ki, mən bu hissi tanımıram. Və bu hiss gəlir, bilirsiniz nəyə çıxardır? Qısqanclığa və tərk edilmə qorxusuna. Yəni, mən uzun müddət birdən mən bu həyata tək qalaram. Birdən, nə bilim,
hər nə olursa olsun məni atarlar, məndən imtina edərlər kimi bir düşüncədə olmuşam. Hətta kimlə işləmişəmsə, kimlə rəfiqəlik etmişəmsə belə hər zaman özümü onlardan daha aşağı saymışam. Düşünmüşəm ki, mən bəlkə də o insanın dostluğuna layiq deyiləm. Yəni adi bir insandır, sıradan bir insandır. Və yaxud da bəlkə mən heç bu həyat yoldaşına layiq deyiləm. Birdən məni qoyar gedər. Yəni bu kimi qorxularla yaşayan bir insan olmuşam. Əlbəttə ki, bunlar indi hamısı geridə qaldı. Çünki kodlama sistemim dəyişib, düşüncələrim dəyişib, ana ilə olan münasibətim dəyişib və mən onun üçün mənə ötürdüyü bütün kodlara görə çox təşəkkür edirəm. Məhz onun ötürdüyü kodlar sayəsində mən hal-hazırda indi burada rahat bir şəkildə çıxış edib və sizlərə köməklik göstərə bilirəm, təlimlər verə bilirəm, kodlama eləyə bilirəm və s. Yəni bunları düzəltmək, düzəlməyəcək heç bir şey yoxdur. Və düzəltmək üçün də dediyim kimi dostlar, bu təlim bir dəfə olacaq. Mən məsləhət görərdim ki, siz bu təlimi əldən verməyəsiniz. Çünki bu təlimdə həqiqətən də çox dəyərli məlumatlar veriləcək və ana-ata şəfalanması çox möhtəşəm bir şəkildə baş verəcək. Ona görə 31 avqust 1 sentyabr tarixində mütləq şəkildə yazılın. Yəni alma-vermə balansı üçün də sadəcə 50 manat ödəniş edirsiniz. Daha sonra keçək növbəti ana modelinə. Nə edəcəyini bilməyən. Yəni sən bilmirsən, ana indi evə gələcək işdən və yaxud da hardansa. Sən bilmirsən, o hal-hazırda səni döyəcək, o hal-hazırda səni öpəcək və yaxud o hal-hazırda sənə danışdırmayacaq və yaxud da danışacaq, güləcək. Yəni sən bilmirsən və onun narahatlığı, onun sıxıntısı adamı çox yorur. Artıq ana zəng eləyəndə deyəndə ki, mən gəlirəm 5 dəqiqə evə, sən onun tonunda bilmirsən, orada nə var. Gələcək, hansı reaksiya verəcək sənin evdə olmağına? Bəlkə sən divanın altını süpürmədin, bəlkə sən qabları yuya bilmədin və yaxud da yudun, bəlkə yaxşı yumamısan. Bax, bu cür ana ilə böyüyən qızlar daha sonra münasibətə girəndə psixologiyada belə bir anlayış var, gaslighting anlayışı. Bu nə deməkdir? Sənin doğru bildiyin hər bir şeyə sən doğru bilmirsən deyə bir inancdır. Yəni sənə deyirlər ki, sən qatığı hal-hazırda ağ görürsən, amma o ağ deyil, o qaradır. Və sənə onu inandırmağa çalışır ki, sənin gördüyün qatıq qara rəngdədir. Bir müddətdən sonra sən öz gözlərinə şübhə eləməyə başlayırsan. Sən düşünürsən ki, həqiqətən də bəlkə də mənim gördüyüm o qatıq qara rəngdə idi, mən səhvəm. Bax, bu tipdə ana ilə böyüyən insanlar daha sonra analiz qabiliyyəti sıfırdır. Vəziyyəti analiz eləyə bilmirlər, həyatı analiz eləyə bilmirlər, düşdüyü ortamı analiz eləyə bilmirlər. Mən hal-hazırda burada susmalıyammı, danışmalıyammı bilmirlər. Çünki vaxtilə susub, döyülüb, danışıb, döyülüb və yaxud da danışmayıb, öpülüb. Yəni bilinmir nəyə görə, hal-hazırda mən nə üçün anam öpdü bilmirəm və yaxud da mənimlə ildə bir dəfə qürur duydu. Onu da başa düşmürsünüz niyə qürur duydu? Çünki ondan öncəki vaxtlarda sizin hər zaman zəif olduğunuza daha çox fokus verib. Yəni ona görə bu tipdə ana ilə böyüyən xanımlar da mən tövsiyə edərdim ki, öz üzərinizdə işləyəsiniz nəyə görə? Çünki daima dostlar, daima günahkarlıq hissi var. Bax, insan özünü günahkar hiss eləyir. İnsan özünü narahat hiss eləyir ki, birdən mən bunu səhv eləyərəm, birdən mən bunu doğru eləyərəm, birdən mən yenə nəsə düzgün eləmərəm. Bax, məndə bir müddətlər var idi ki, mən video çəkəndə mən gərək onu deməzdim, gərək bunu deməzdim, mən gərək belə eləyərdim və yaxud da insana sərt sözünə hər hansı bir reaksiya verirsən və sonra başlayırsan özün üzvü içivi yeməyə ki, bəlkə mən səhv başa düşdüm, mən düzgün demədim, mən gərək onu belə deməzdim. Bunlar hamısı çox yorucudur. Həyat onsuz da insanı yorur. Yəni həyat gözəldir, möhtəşəmdir, bəli, yaradılış möhtəşəmdir, ailələrimiz möhtəşəmdir, bəli, amma bir tərəfdən də çox yorucudur. Çünki biz sabah başımıza nə gələcəyini bilmirik. Həyat, bəli, işləməlisən, pul qazanmalısan, həyatda ayaq üstə dayanmalısan, özgüvənli olmalısan, özünə dəyərli olmalısan, amma insanı aşağı çəkən bu kodlar onu qabağa getməyə qoymayan kodlardır və insan burayla məsələni həll etdikdən sonra ancaq uğur qazana bilər. Yəni sən əgər bu məsələlərin burada qalıb tökülübsə və sən deyirsən ki, Kəmal xanım, mən gedim uğur qazanmaq istəyirəm, mənim niyə milyonlarım yoxdur? Sən bunu artıq birinci həll eləməlisən ki, daha sonra artıq mən kiməm və bu həyatda nəyi qazanmaq istəyirəm sualının cavabı avtomatik olaraq sənə gəlsin. Bugünlük bu qədər. Hər birinizə təşəkkür edirəm. Var olun.